Təzə media üzü görmüş müğənnilər var da, hansı ki ucuz kafelərdə biraz gəlişiblər, 3-4 mahnı əzbərləyiblər, axırda düşünüblər ki, yığıb-yığışdırdığında gətirsinlər, pullu kanala düşsünlər, efirə versinlər, biraz da TikToka versinlər, məşhurlaşsınlar. Və bu məqamda bu yeni gəl, baxın, bu bilmir axı, biz xalq olaraq, çoxluq olaraq öncə bir insan söyürük, sonra sevirik də. Bu söyüşə hazır deyil axı və buna başlayırlar bunu tanımadan, bilmədən. Buna başlayırlar Ənkə böyüyündən Beşikdəkinə qədər söyürlər. O qədər ağladırlar o qızı, bir gün, 3 gün, 5 gün, bir həftə, bir ay. Qız daşlaşmağa başlayır da, artıq bezir, daşlaşmağa başlayır, qəddarlaşmağa başlayır. Və bu qəddarlaşdığı dövrdə artıq məşhurlaşmağa başlayır. Dünənə kimi hava getdiyi toylara artıq qiymət oxuyur. Mahnıya, klipə zıda pul verir, baxın. Qiymət qalxır, 50 manatdan olur, qiymət 5.000. Bugün 5.000, 10.000'lik müğənnilərin hamısı vaxtında 20-50 manatlıqlardır da. Əməyi, şəxsiyyətinlə işim yoxdur. Və bu 5.000 manata qalxanda o söyənlər var ya, onun Ənkə böyüyündən kiçiyinə qədər söyənlər, ona əxlaqsız deyənlər, tərbiyəsiz deyənlər. Nətər olursa, özlərinin əxlaqlı gəlinlərinin toylarına həmin o qızları çağırırlar, 5-10 mində pul verirlər hərəsinin yarım saatına, yarım da deməyim, 21 dəqiqəsinə 5-10 mində pul verirlər, gətirirlər, oxuturlar. Bu da az imiş kimi o əxlaqsız dediyi müğənni ilə də öz qızlarını ya gəlinlərini yan-yana videosunu çəkməyə və hətta sosial şəbəkəyə buraxmağa icazə verirlər. İndi sizə sual verirəm, burada əxlaqsız kimdir?